Salam, bugün sizlərə quizdən belə bir sualın izahını verəcəm. Deyir, hidrogen oksigenlə reaksiyasından tənlikdə deyir, bərabər mol sayda götürülmüşdür hidrogen və oksigen. Qarışığın deyir, reaksiyasından əmələ gələn suyun maksimal kütləsi sərf olunan oksigenin kütləsindən 12 qram çox olarsa, ilkin qaz qarışığında neçə mollarının cəmini müəyyən edin. Deməli, vaxt itirmədən başlayaq. Deməli, bizə nə veribdir? Hidrogen üstə gəlsin oksigen alınır 2 mol H2O. Əmsallaşdırsaq bura 1, 2. Mən görürəm ki, bu reaksiya üzrə 32 qram su oksigen sərf olduqda 36 qram su əmələ gəlir. Hansı ki, bunlar arasındakı kütlə fərqi 4 qrama bərabərdir. Burada isə bizə deyir ki, suyun kütləsi, yəni əmələ gələn maksimal suyun kütləsi sərf olunan suyun kütləsindən 12 qram çoxdur. Oksigen kütləsindən. Normalda bunun 12'ye çatması üçün 3 dəfə çox olması lazımdır da. Deməli, mən onda buradakı molların hər birini 3 dəfə artıq olanı götürürəm. O zaman 6 mol su əmələ gəlir. 3 mol oksigen sərf olur. 6 mol hidrogen sərf olur. Bərabər mol miqdarda götürülür dediyinə görə mən reaksiyada həmişə başlanğıc maddələrdə reaksiya üzrə əmsallaşdırdıqda hansının molu daha çoxdursa ona bərabər götürməliyəm. Deməli 6 mol hidrogen sərf olubsa, deməli hidrogen qədər də oksigen var imiş. 6 mol 6 mol. Məndən isə ilkin qaz qarışığının cəmini müəyyən etməyimi istəyir. Cavab C variantı.